Həqiqətən bu çox çətindir. Yəni sevincimi hətta sözlə ifadə etmək çox çətindir həqiqətən. Mən onun özündən həyəcanlı idim. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi Samir Tağızadə bu il keçirilən buraxılış imtahanında yüksək nəticə əldə edərək maksimum 300 bal toplayıb. Medias xəbər verir ki, gənc istedadın bu uğuru həm müəllimləri, həm də ailəsi tərəfindən böyük qürurla qarşılanıb. Məktəb rəhbərliyi Nizami Əhmədov Samirin əldə etdiyi nəticəni onun zəhmətinin və məqsədinin fəaliyyətinin bariz nümunəsi kimi dəyərləndirib. Qeyd edək ki, Samir Tağızadə təhsildəki uğurları ilə daha əvvəl də seçilib. O, 2025-ci ildə keçirilən Əlaçı Tele müsabiqəsinin qalibi olub. Gələcək planlarından danışan Samir bildirib ki, əsas arzusu həkim olmaqdır. O, insanlara faydalı olmaq və cəmiyyətə xidmət etmək məqsədi ilə tibb sahəsində təhsil almağa qarşısına hədəf qoyub. Konkret səhvim yox idi. Birinci buna görə çox sevindim. Sonra başladım bir ətraflı fikirləşməyə. Çünki imtahanda 24 açıq sual var. O açıq suallarda dəhşət xırdalığa getmək olur. Öz-özümə həyəcanlanırdım ki, burada nəyisə səhv kəsə bilərlər, buradan nəsə ola bilər deyə düşünməyə başlayırdım. Yəni xırdaçılığa gedirdim. Qorxurdum ki, nəsə ola bilər, amma olmadı. Şükür Allaha, yaxşı oldu. 300 bal tam. İnana bilmirdim, hətta ilk cavablara baxanda birinci elə bildim ki, səhv baxmışam, yəni nəsə səhv olub. İmtahana çalışmaq üçün həqiqətən çox çalışmaq lazımdır. İnsan yəni bilməlidir ki, nəyi nə vaxt necə yerinə yetirsin, tapşırıqların yerinə yetirməyi hər bir yerində və istirahəti də düzgün qərarlaşdırmaq lazımdır ki, istirahətə də müəyyən qədər vaxt ayırmaq lazımdır, əyləncəyə də hər şeyin öz vaxtı var və insan gərək o sərhədi keçməsin, öz işlərinin arasında bir-birinə qarışdırmasın. Hərəsinə öz vaxtını düzgün bölsün, öz vaxtında hər şeyi yerinə yetirsin. Gələcəkdə də həkim olmaq istəyirəm. Cərrahiyyə sahəsi üzrə gedəcəm, çalışacağam ki, yəni indi belə fikirləşirəm. Bəlkə də gələcəkdə qərarım dəyişəcək, amma hələ ki cərrahiyyə daha yaxşı gəlir mənim üçün. Yəni uşaqlıq arzun idi, yoxsa? Elə uşaqlıqdan həm mənim, həm valideynlərimin, əsas yaxınlarımın arzusu olub tibb üzrə getmək, həkim olmaq. Mən də elə çalışırdım bunu reallaşdırım əvvəlcədən. Ümumiyyətcə tam 300 bal nəticə əldə etmək üçün təkcə çalışmaqda kifayət deyil. Gərək şagird əvvəlcədən, lap birinci sinifdən onu hiss elətdirməlidir ki, onda o potensial olmalıdır əvvəlcədən. Ki, o 300 balı da tam maksimum nəticəni toplamaq üçün təkcə çalışmaq, zəhmətkeşlik yox, o məntiqi, riyazi məntiq, riyazi bacarıq lazımdır. Çünki həmin anda həm stresi idarə etmək, həm həyəcan, stresin öhdəsindən gəlmək, həm çətin suallar hesablamanın öhdəsindən gəlmək, vaxtı düzgün bölmək, yəni bir neçə işi eyni anda idarə etmək, o başqa bir bacarıq tələb edir və bu yolda da dediyim kimi hazırlaşırdım, çalışırdım ki, hər şey yerində olsun, istirahətim də öz yerində, dərsim də öz yerində, bir-birinə qarışmasın, bir-birinə mane olmasın. Bu mənim fikrimcə keçən ilki imtahanlarda bu daha az idi ki, şagirdlər vaxtla bağlı əziyyət çəkirdilər. Bu illəri çox şagird bunu deyir ki, vaxt çatdırmaq çətin idi. Çünki mən özüm şəxsən riyaziyyat fənnindən bəzi sualları son dəqiqələrdə yazırdım. Hətta nəzarətçi gəlirdi imtahan kitabçasını məndən götürməyə. Yəni son dəqiqələrə kimi mən riyaziyyatdan həll edirdim. Bu il imtahanlarda sualların çətinliyi bir qırağa, vaxt çatdırmaq olmurdu. Yəni məncə verilən, tələb edilən suallara düzgün vaxt qoyulmamışdı. Yəni o vaxt nəzərə alınmamışdı ki, şagird bu vaxt ərzində bu sualların öhdəsindən gələ bilər, yoxsa yox. Belə deyim, əvvəldən məsələn əlaçı verilişinə baxanda, uşaq vaxtından hələ lap ibtidai sinifdə olanda özüm də deyirdim, valideynlərim də deyirdi ki, hə, gələcəkdə sən bu verilişə gedərsən, inşallah yer tutarsan. Gəlib ora çatmaq, orada yer tutmaq, orada qalib olmaq bambaşqa bir hissdir. Yəni onu ifadə edə bilməyəcəyim bir sevinc hissidir, fərəh, qürur hissidir. Başlıca valideynlərimə təşəkkür edirəm, atama, anama, bacıma, qohumlarıma, bütün müəllimlərimə təşəkkür edirəm. Buradan İbtidai sinif rəhbərim Rəhimə müəlliməyə çox təşəkkür edirəm. Ən əsası ona təşəkkür edirəm. Fən müəllimlərimə, hər birinə təşəkkür edirəm. Çox da fərq qoymaq istəmirəm. Bütün müəllimlərimə, bütün əziyyəti keçənlərə, dostlarıma, tanışlarıma hamıya təşəkkür edirəm ki, dəstək oldular, yanımda oldular. Çox sağ olsunlar. Samirin atası da elm sahəsində öz sözünü deyən şəxslərdəndir. O övladının bu nəticəsini həyəcan və sevinc hissi ilə qarşılayıb. Mən özüm də müəlliməm, riyaziyyat müəllimi. Bakı Dövlət Universitetinin müəllimiyəm. Mən özüm də elə hər zaman riyaziyyatla bağlı olsun, bəzən də digər məsələlərlə bağlı çox müzakirə aparırıq. Və bəzən olur ki, elə
məntiqi cəhətdən izah verir ki, mən özüm heç onu fikirləşmirdim və baxırdım ki, bunun dediyi üsul daha effektlidir. Ona görə mən bu şeylərinə görə ona inanırdım. İnşallah yenə də inanıram ki, gələcəkdə də yüksək uğurlar qazanacaq inşallah. Samirin bu uğuru bir daha göstərir ki, məqsəd, zəhmət və əzmkarlıq bir araya gəldikdə böyük nəticələr əldə etmək mümkündür. Nizami Rəsulov, Fərad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.